Günümüzü kızlar hemşeki kimi güzel açırıq ve bir gün güzel haberle günümüzü açırıq. Aytan Hanım 8 yıldan sonra bir gün geldiniz testten kan analizi verdik. Aytan Hanım size təqdim eləmək istəyirəm. Tak 30 yaşımız var. Bir kurs müalicə yazdık ve HGÇ təsdiqlənib 3591 HGÇ göstərir. Uyğundur 3 həftəyə. Siz həmdəsiz. Təbrik ederim sizi. İnşallah Allah bu səxra kimi sevinək. Hər şey ürəyinizcə olsun. İnşallah. Dekabr ayında müalicəyə gəldim, bir kurs müalicəylə. Vaxtı gözlədim üçün, baxdım ki, test elədim, test elədim, gördüm. Amerika ona bir gəldim seans. Təbrik ederim. Çox sağ olun, təşəkkür ederim. İnşallah Rakim belə möcüzə olub sevinərik. İnşallah. Növbəti qızımız Sitara çıxam. Tak Sitara ilk dəfə 3 il sonsuzluqdan əziyyət çəkirdi. Problemlər hormonal idi, folikulyar problem var idi, yetişib partlamırdı. İlk dəfə gedən kimi həmləlik oldu, amma 8 həftə inşaafdan qaldı. Sonra bütün müalicələri elədik. 2 il, bəli, 2 il müalicə elədik. Riskli keçdi, amma hal-hazırda 4 yaşda oğlumuz var. Sonra təkrar gəldik müalicəyə və hal-hazırda 11-12 həftəlik həmləlikdir. Hər şey yaxşıdır. Bu həmləlikdə riskli keçir. Laxtalama problemi, düşük problemi, uşaqlıq boyunda problem var. İnşallah Allah bu səxvətin çatar. Bəli, doktor, sizin sayənizdə mən 2 dəfə ana olmuşam. Çox riskli keçir hamiləliyim. 3 il vəbşə hamiləlik olmurdu. Sizin müalicənizdən sonra oldu. İndi sağlam, çox şükür olsun Allaha. Ona hər dəfə baxanda sizə minnətdaram. Yəni çox şükür ki, sağlam övladım olub sizin sayənizdə. İndi də inşallah ikinci hamiləliyim axıra qədər sevinərək. Bu da risklidir. Güvənirəm sizə, doktor. İnşallah yaxşı olar. Bəli, körpəylə sizi yola salarıq. İnşallah. Sitaraya baxdıq. Növbəti qızımız Şəbnəm. Şəbnəmçik 35-36 həftəyə çatıb. Artıq finaldasınız. Paketdən bir gün keçdiniz. Bəli, ana olasınız. Bu bizim üçüncü uşağımızdır. İlk dəfə eyni problemlər, hormonal problem var idi. Müalicə elədik. Bir uşağımız oldu, ikinci uşağımız oldu. Bu da üçüncü. İnşallah sağ-salamat. Çox sağ olun. İnşallah bu əməliyyatlarım çox rahat və necə deyirlər, yüngül və çox rahat olmuşam. Yəni tez sağalmışam. İnşallah bunda da bu dəfə də yüngül olar. Çox sağ olun. İnşallah Allah qoysa bəli. Sizin bütün elə qohumlarınızın Nəslimizin həkimi mənim bəli. Şükürlər olsun hamısı sağ-sağlamdılar. Hamısı da övladlarımızın hamısı sağlam və yaxşıdır, böyüdülər Allaha şükür. Şükür Allah. Çox sağ olun. Suracıqa sən də baxaq nədir problem? Значит, siz də ilk dəfə gəlmişdiniz, bir ilin gəldiydiniz. Polikistos problemi var idi, hormonal problem var idi. Hormonal problemlər idi, zob var idi. Əsasən bunlardan müalicə elədik. Ondan sonra hamiləlik baş verdi. Avqust ayında belə deyim, hamiləlik artıq baş verdi. Sonra da riskli hamiləlik keçirdim. Təqribi bir 10 həftə, 20 həftə arası, yəni yataq rejimi ilə. Hazırda şükür ki, hər şey qaydasındadır, sizin sayənizdə. Hal-hazırda 24-25 həftəyə çatdıq. Uşaqlıq boynumuz bağlıdır. Cift qalxıb yuxarı, qanaxmalar zat yoxdur, ciftdə normaldır. Demək olar yarı yolu keçmişik inşallah. Axıra az qalır. Hər şey qızlarımız sizdə hər şey yaxşıdır. İnşallah axıra kimi çatar. Qızımız ana olmağa hazırlaşır. Qızımız təzə həmlə qalıb bəli. Yeni qızımızdır. 12 həftəyə axır inşallah axıra kimi çatar və hamımız körpələrlə evə gedəcəyik. İstəyənlərə bəli hamısına qismət olsun, hamısı sevinsinlər biz kimi. Amin.